Paşinyan qarşı çıxdı. Bu ərazini qaytaracaq. Azərbaycanlı mütəxəssislər Ermənistana niyə gedib? Paşinyan açıqladı. Simonyan Təhlükəsizlik Şurasının katibi təyin edildi. İran Trampın təyyarəsini Türkiyədə vurmaq istəyib. Kadyrov Putini belə aldadır. Çeçenləri müharibəyə göndərmir. Ermənistanda referendum keçirildikdən və konstitusiya dəyişdirildikdən sonra Azərbaycanla anklavlar məsələsi gündəmə gətiriləcək. Axar TV xəbər verir ki, bu barədə Hraparakın məqaləsində qeyd olunur. Nəşr yazır ki, rəsmi Bakı ilk növbədə Konstitusiyanın müstəqillik bəyannaməsinin preambulasının əsaslanmasının aradan qaldırılmasını, bununla da Qarabağ məsələsinin qanuni şəkildə bağlanmasını istəyir. Ona görə də İrəvan ilk bu məsələni həyata keçirəcək. Daha sonra isə Tiqranaşen, yəni Kərki kəndinin Azərbaycana qaytarılması gündəmə gələcək. Hökumət nümayəndələri bu kəndin Artsvaşenlə, yəni başkəndlə mübadiləsini nəzərdə tutur. Lakin hələlik qərar yoxdur. Buna baxmayaraq Tiqranaşenin qaytarılması planda var. Hökumət üzvləri mübadilənin erkən həyata keçirilməsini təklif etsə də, Baş nazir Nikol Paşinyan buna qarşı çıxır. Konstitusiya mövzusunun prioritet olduğunu bildirir. Hraparak yazıb. 5 sentyabr 2025-ci ildə Azərbaycanlılar Ermənistana səfər etdi. İki ölkənin nümayəndə heyətlərinin görüşü oldu. Global Info Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, ikinci bir səfərin də baş tutduğunu və ölkələrin ərazisində müəyyən işlərin getdiyini bildirib. Yanvarın 15-də başqa bir səfər baş tutdu. Bu dəfə dəmir yolu məsələsi müzakirə edildi. Biz əvvəllər də demişdik ki, elektrik xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik. Bu mövzularda iki tərəfli işlər aparılır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vəzifəsindən azad edilib. Axar TV xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib. Paşinyanın qərarı ilə Alen Simonyan Təhlükəsizlik Şurasının katibi təyin edilib. İran, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Türkiyədən qalxan təyyarəsini Manpats daşınan Zenit raket kompleksi ilə vurmaq istəyib. Axar TV xəbər verir ki, bu barədə New York Times mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, sammitin keçirildiyi ərazinin yaxınlığında ZRK ilə silahlanan bir şəxs də görülüb. Vəziyyətlə tanış olan iki Amerikalı məmur qəzetə bildiriblər ki, Amerika Birləşmiş Ştatları kəşfiyyatı bir neçə mənbədən məlumat alıb. İranlıların Amerika Birləşmiş Ştatları prezidentini daşıyan təyyarəni yer-hava raketi ilə vurmağa cəhd edə biləcəyi ilə bağlı konkret bir təhlükə var. Amma bəzi Amerikalı rəsmilər iddia edilən sui-qəsd cəhdini qeyri-praktik, ağla sığmaz və hətta qeyri-mümkün adlandırırlar. Hətta Türkiyə rəsmiləri də Amerikalı həmkarlarına Trampa hücum cəhdi ilə bağlı heç bir dəlil tapmadıqlarını deyiblər. Nəşr qeyd edib ki, buna baxmayaraq Amerika Birləşmiş Ştatları məxfi xidməti riskə getməyərək Amerika Birləşmiş Ştatları prezidentinin yerinin dəyişdirilməsi əməliyyatını həyata keçirib. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın İranın sui-qəsd təhdidindən sonra Ankarada keçirilən NATO sammitindən gizli yolla ayrıldığı barədə məlumat yayılmışdı. Çeçenistan rəhbəri Ramzan Kadyrov çeçenlərin Ukrayna müharibəsində iştirakını azaltmağa çalışır. Axar TV xəbər verir ki, bu barədə ekonomist Çeçenistan rəhbərliyinə yaxın mənbələrə istinadən məlumat yayıb. Kadyrov Rusiya prezidenti Vladimir Putini və Ukraynadakı müharibəni açıq şəkildə dəstəkləməyə davam edir. Amma eyni zamanda Respublika sakinlərinin döyüşlərdə iştirakını məhdudlaşdırmağa çalışır. Kadyrov Çeçenistanın müharibəyə 70 mindən çox əskər göndərdiyini iddia edib. Lakin Mediazonanın məlumatına görə Çeçenistanın təxminən 540 yerli sakininin öldüyü təsdiqlənib. Bu, Rusiya hərbi itkilərinin ümumi sayının təxminən 0,2%-ni təşkil edir. Məlumatda bildirilib.